Salam əskər. Biz qürur hissi ilə bu 5 ili yaşamışıq və əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını bir daha şanlı zəfərimiz münasibəti ilə ürəklə təbrik edirəm. Azərbaycan xalqına can sağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır.